Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavat ve selamı üzerinize olsun. Allah Teala işlerinize avand eləsin. Qarşıdan gələn günlərinizi sizə xeyirli, bərəkətli eləsin. İstəyirəm bir dənə əvvəldə bir söz deyəm sizə. Həqiqətən mənə çox təəccüb gəlir. Yəni nə mənə təəccüb gəlir? İndi deyəcəyəm, biləcəksiniz. Təəccüb o gəlir ki, bir də görürsən mənim bu söhbətlərimə baxış çoxalır. Hər söhbət vuranda 400, 500, 800, 600, nə bilim, belə də. Elə ki, Muaviyə, Allah lənət eləsin Yezidə, Muaviyyənin oğlu Yezidə, Əbu Süfyana, Bəni Əmiyyə nəslinə. Elə ki, onların adını tuturam və digər bəzi şəxslərin adını tuturam. Bir də görürsən ki, baxış redqi düşdü aşağı, azaldı. Yəni, bizim içimizdə belə-belə onların tərəflərini tutan insanlar da var. Gör, nə qədər başıboş, ağılsız insanlar var. Nəysə, keçək əsas mətləbə inşallah. Bu cür İmam Hüseyin əleyhissalamın belə söhbəti hələ heç yerdə olunmayıb. Özdə belə bir dəyərli söhbət yoxdur. Amma lazımdır ki, biraz diqqətlə, əlbəttə məlumat olmayan adamlar biraz çətin başa düşə bilər belə-belə sözləri. Amma diqqətlə, yavaş-yavaş qulaq assalar, hər şey onlara aydın olar inşallah. İndi isə söhbəti etməyə başlayıram. Bilirsinizmi ki, Peyğəmbər Əli əleyhissalam Cəfər və Zeydin arasında qəzavət edərkən, yəni hökm verərkən, qəzavət yəni hökm etməkdir. Hansısa bir məsələni həll eləmək. Buyurdu, ya Əli, sən məndənsən, mən də səndən. Məndən sonra sən bütün möminlərin vəlisi və başçısı olacaqsan. Bilirsinizmi ki, Əli əleyhissalam hər gün Allahın Rəsulü ilə xəlvətə çəkilir və hər gecə xüsusi söhbət edirdilər. Yəni, bunlar hamısı İmam Hüseyin əleyhissalamın minada etdiyi xütbələrdir, moizələrdir. Bu xüsusi və xəlvətdə olan söhbətlər zamanı əgər Əli əleyhissalam bir söz soruşsaydı, Peyğəmbər cavab buyurardı. Əgər sükut etsəydi, heç bir şey deməzdi. Onda Peyğəmbər özü söhbətə başlayardı. Əshabələr və minada olan, yəni sayılıb seçilən həmən insanlar dedilər, İlahi, səni şahid tuturuq ki, doğrudur. Sonra İmam Hüseyin əleyhissalam yenə buyurdu. Bilirsinizmi ki, Allahın Rəsulü Əli əleyhissalamı Cəfər-i Təyyardan və şəhidlərin ağası Həmzə-i Səyyid-i Şühədadan üstün tutdu. O zaman ki, qızı Fatimə salamullah əleyhə buyurdu. Mən səni nəslimin ən yaxşı şəxsinə əyal edirəm. Yəni Əli əleyhissalama ki, həm İslamda, həm də əxlaqda onların ən yaxşısı, elmi də onların ən üstünüdür. Dedilər, İlahi, səni şahid tuturuq ki, doğrudur. Sonra İmam Hüseyin əleyhissalam yenə buyurdu. Bilirsinizmi ki, Allahın Rəsulü buyurdu. Mən bütün Adəm övladlarının ağası və rəhbəri, qardaşım Əli əleyhissalam isə ərəbin saları, yəni rəhbəri, Fatimə salamullah əleyhə isə behişt qadınlarının xanımı, 2 övladı,
Həsən və Hüseyn əleyhissalamlar isə behişt cavanlarının səyyidi, yəni ağalarıdırlar. Dedilər, İlahi, səni şahid tuturuq ki, doğrudur. Sonra yenə buyurdu, bilirsinizmi ki, Allahın Rəsulü Əli əleyhissalama tapşırdı ki, onun bədəninə qüsül versin və buyurdu, bu işdə Cəbrail əleyhissalam sənə kömək edəcək. Dedilər, İlahi, səni şahid tuturuq ki, doğrudur. Sonra İmam yenə buyurdu, bilirsinizmi ki, Peyğəmbər sonuncu xutbəsində müsəlmanlara buyurdu, mən sizin aranızda iki ağır və qiymətli əmanət qoyuram. Biri Allahın kitabı, o biri isə əhl-i beytim. O iki əmanətdən yapışın ki, heç vaxt yolunuzu azmayasınız. Dedilər, İlahi, səni şahid tuturuq ki, doğrudur. Süleym İbni Qeys yazır, Hüseyn İbni Əli əleyhissalam bunlardan əlavə Əli əleyhissalama və onun əhl-i beyti haqqında Qur'anda nazil olmuş, yaxud Allahın Rəsulunun dilindən eşidilmiş çoxlu fəzilətlər sadaladı. Məclisdəkilərdən vaxtı ilə Peyğəmbərin sahabəsi olmuş şəxslər dedilər, bəli, Allaha and olsun ki, bu dediklərini eşitmişik. Yəni Peyğəmbərin özündən eşitmişik. Tabiinlər isə deyirdilər, bəli, biz də bu fəziləti filan etibarlı, inanılmış səhabədən eşitmişik. Yəni Peyğəmbəri görənlərdən eşitmişik. İmam Hüseyn İbni Əli əleyhissalam Əmir-əl-Möminin fəzilətlərinə dair etdiyi söhbətin sonunda buyurdu. Siz Allah, deyin, görün, bunu da eşitmişsiniz ki, Peyğəmbər buyurdu, hər kəs məni sevdiyini iddia etsə, amma Əli əleyhissalam ilə düşmən olsa, o yalan demişdir. Çünki mənim sevgimlə Əli əleyhissalamın düşmənçiliyi bir qəlbə sığa bilməz. Bu zaman bir nəfər soruşdu, ya Resulallah, sənin məhəbbətinlə, yəni Peyğəmbər zamanında, Peyğəmbər sallallahu aleyhi və səlləm bu sözü deyəndə, sənin məhəbbətinlə Əli əleyhissalamın düşmənçiliyi necə düz gəlmir? Peyğəmbər salavatullah buyurdu. Çünki Əli əleyhissalam məndən, mən də Əlidənəm. Onu sevən şəxs məni sevmiş. Məni sevən isə Allahı sevmişdir. Hər kəs Əli əleyhissalamla düşmən olsa, sanki mənimlə düşmən olmuşdur. Hər kəs mənimlə düşmən olsa, Allahla düşmən olmuşdur. Həqiqətdə də belədir. Biri mən dost tutsa, mənim övladlarımı düşmən tutsa, mən onu dost tutaram, əlbəttə yox. Yəni bu qanun, qayda da elə belədir. Səhih Müslim 131-ci hədis, Sünəni İbn-i Macənin müqəddiməsi 114-cü hədis. Hüseyn İbni Əli əleyhissalamın minada söylədiyi və Süleym İbni Qeysin nəql etdiyi xütbənin birinci hissəsinin tərcüməsi bunlardan ibarət idi. Gördüyünüz kimi, xütbənin bu hissəsi bir çox fəzilətləri əhatə edir. Bunların hər biri sünnilərin etibar etdikləri mənbələrdə, hədis kitablarında, onların raviləri tərəfində Peyğəmbərdən nəql olunmuşdur. Bir də bu fəzilətlərin çoxunu onların ümumi sihah, sünən və müsnədlərindən əldə etmişik. Zənnimcə bu bölmədə heç bir şərhə ehtiyac yoxdur. Ona görə də oxucunun diqqətini ikinci bölməyə yönəldirik. Xütbənin ikinci bölməsinin mətni. Öncə də işarə etdi ki, bu şərafətli xütbə 3 müstəqil bölmədən ibarətdir. Biz də xütbənin mətnə uyğun olaraq tərcümə etmək üçün ikinci və üçüncü bölməni ayrı-ayrılıqda yazırıq. Hərçənd ki, bu iki bölmə əksər hədis kitablarında ayrı-ayrılıqda deyil, yəni bir yerdə yazılmamışdır.
Tuhafül Uqulun müəllifi bu xutbəni nəql edərkən buyurmuşdur. İmam Hüseyin əleyhisselamın xutbəsinin əmr və məruf və nəhy-əz münkərə aid olan bu hissəsi Əmir əl-Möminindən də nəql olunmuşdur. Xutbənin sonunda da işarə edəcəyik ki, xutbənin bu hissəsinin bəzi cümlələri Əmir əl-Möminin əleyhisselamın kəlamlarında gözə çarpır. Mövzunun çox əhəmiyyətli və həssas olduğunu nəzərə alaraq İmam Hüseyin əleyhisselam öz xutbəsində və nitqində bu cümlələrdən faydalanmışdır. Tuhafül Uqulun müəllifinin dediklərinə əsaslanaraq deyə bilərik ki, xutbənin bu hissəsi bütövlükdə Əli əleyhisselama aiddir. Və o Həzrətin layiqli övladı əmr və məruf və nəhy-əz münkərin əhəmiyyətini, bu ilahi borcun əzəmətini anlatmaq üçün ondan istifadə etmişdir. Lakin biz bu bölmənin birbaşa Əli əleyhisselama aid olmasını Tuhaful Uqulun müəllifinin dediyindən başqa heç bir mənbədə görmədik. Xutbədəki ibrət alın, ey cəmaat sözü təkcə o məclisdə hazır olan müəyyən bir qrupa yaxud o dövrün cəmiyyətinə deyil, bütün zamanlarda və məkanlarda bu çağırışı eşidən bütün insanlara şamildir. Ey insanlar ifadəsi Qur'an-ı Kərimdə də bir çox ayələrdə işlədilmişdir. Yəni bu kəlmə elə bir kəlmədir ki, cəmi dünyanın sonuna qədər dünyaya gələn insanların hamısına şamil olur. Xutbənin mətnindəki övliya sözündən məqsəd o şəxslərdir ki, Allaha qarşı diqqətli olmaqla yanaşı, həm də cəmiyyət daxilində məsuliyyət sahibidirlər. Çünki hər hansı bir məsuliyyətə sahib olmadan onlardan heç bir borcu yerinə yetirməklərini gözləmək olmaz. Əhbar, yəni salih alimlər, Rəbbani, yəni ilahi və Allaha etiqad olan şəxsdir ki, eyni zamanda Allahın hökmlərini bilir və onun halal haramını qoruyur. Hərçənd İmam Hüseyin əleyhisselamın istinad etdiyi ayədə Yahudi alimləri və ruhaniləri pislənmişlər. Lakin şübhə yoxdur ki, bu tənqid və danlaq yalnız Yahudi alimlərinə yaxud Məsihi ruhanilərinə məxsus deyil. Ayə ümumiyyətlə bütün məzhəbi və İslami alimlərə də şamil olur. Çünki hər hansı bir din, məzhəb alimlərinin susması, səhlənkarlığının zərəri və ziyanı adi insanların günahı kimi deyildir. Ona görə ki, bu sükutun ziyanı məzhəbin özünə yönəlir. Məlumdur ki, insanları bütün günah əməllərdən çəkindirmək lazımdır. Lakin şərafətli ayədə günah, söz və haram yeməyin ön plana çəkilməsi bu mənanı anlatmaq istəyir ki, bu iki günah bütün günahlardan təhlükəlidir. Bunun üçün o biri günahlardan daha çox bu iki günahla mübarizə aparılmalıdır. Çünki günah sözünün mühüm nümunələrindən biri olan zalimlərin, düşmənlərin yalancı sözləri, təbliğatları, İslam və müsəlmanlar üçün bəzən hər bir işdən artıq qorxulu və sarsıdıcıdır. Haram yemək dedikdə bu günahın fəqət cüzi və fərdi tərəfi nəzərdə tutulmur. Bu günah geniş şaxələri əhatə edir və zərərli daxili və xarici əməllərə, cəmiyyətdə qeyri-şər'i iqtisadiyyatı boğmağa da şamildir. Şübhəsiz belə haram yeməklərin ziyanı qumarbazlıq, tərəzidə aldatmaq və bu kimi fərdi haram yeməklərdən daha da artıq olur. Daha da yəni artıqdır. Söhbəti yenə də burada dayandırıram. Söhbətin ardını inşallah gələn söhbətimdə edərəm Allahın izni ilə. İndi isə Allah amanında olun. Allah hamınızdan razı olsun bizi dinlədiyinizə görə
Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.